kitab sevilərək yazılıb. Kitabda sevgidən də bəhs olunub və sevginin insan orqanizminə nə dərəcədə müsbət sağaldıcı təsirinin, sözün insan orqanizminə sağaldıcı təsirindən, təfəkkürün, düşüncənin necə insan orqanizminə sağaldıcı təsirindən bəhs olunubdur. Və mən istəyərdim ki, bu kitab sevilərək oxusun və hər bir insanın həyatına zərrə qədər də olsa müsbət təsir göstərsin. O halda mən yaradılışımın missiyasını yerinə yetirmiş olacağam və bu hissi yaşamaq məni xoşbəxt edir. Mən düşünürəm ki, mən bu dünyaya boş gəlmədim. Hər bir insanın bu dünyaya gəliş səbəbi var. Heç bir şey boşuna deyil. Bu dünyanı idarə edən var. Bu dünyanı yönəldən var. Heç bir qarşılaşma təsadüfi deyil. Bunlar hamısı ilahi planın nəticələridir. Mən düşünürəm ki, hətta bugün mənim burada bu kitab əlimdə çıxışım belə ilahi planın nəticəsidir. Hər şey düşüncədən başlayır. Düşüncəni dəyişərsən, həyatın dəyişər.